Keçək indi bu suallarımız qurtardı. Keçək sizin buraya yazdığınız suallara. Salam, uşaqda sümük boşluğu, ayaq əyirliyi, onurğada əyirliyi nədən qaynaqlana bilər? Ruhsal baxımdan əsasda. Bəli xanım, bunu belə deyim də, infosomatik analiz eləmədən bunu nəsə demək olmaz. Yəni bu konkret baxılmalıdır. Bunun belə bir konkret standart bir şey yoxdur ki, deyəsən ki, bu buna bağlıdır. Amma bir şeylər ki var da, yəni var ki, bu gətirib bu nəticəyi çıxardıb. Ağamir Qubadlı. Çevrəmizi necə edək ki, öyrəndiklərimizi davamlı inkişaf etdirək? Mən çox əziyyət çəkirəm. Sizdən soruşuram. Çevrəmizi necə edək ki, öyrəndiklərimizi davamlı inkişaf etdirək? Çevrəmizi necə? Çevrənizi nəzərdə tutmam, nəyi nəzərdə tutursunuz? O bir qəşəng söz var, deyir, qonşun pisli köç qutar, dişin ağrıyır, çək qutar da, yəni. Yəni, ikinci bir məsələ də var ki, sizi öldürməyən şey sizin müəllimlərinizdir. Yəni, ətraf aləm həm də sizə göstərir. Yəni, sizdə olan əskikləri sizə göstərirlər ki, sən də beləsən, ha. Sizə güzgü tuturlar sanki. Yəni, ona görə də mən də bir çox çevrələrdə olmuşam və o çevrələr bugün mənim yanımda deyirlər. Mən pillə-pillə, belə deyim, aşağı və ya yuxarı getməyimə asılı olaraq o çevrə dəyişilib. Bu təbii şəkildə baş verir. Sən artıq bilirsən ki, sənə filan kəslərlə oturub danışmaq, söhbət eləmək maraqlı deyil. Və yaxud da ki, birgə vaxt keçirmək. İstənilən münasibət uşaqlar mənfəət üzərində qurulur. Bu valideyn övlada da aiddir, bu sevgililərə də aiddir, bu nə bilim, nəyə istəyirsizliyinə aid, dosta da, hər şeyə də aiddir. Mənfəət dedikdə təkcə maddi şeyini başa düşməyin. Yəni, iki insan oturub söhbət edir və bir-birinin söhbətindən zövq alırlarsa, orada mənfəət var, o da mənfəətdir. Yəni, sizə maraqlı olmayan şeyə pul, zaman və enerji xərcləməyin. Vəssalam. Bunu oxudum. Cəhənnəm əzabını oxuduq. Deməli, Vallahi Erkin bəy kəlmə-kəlmə tərcümə edib ilahiyyat üzrə alim olanlar namazın vacib olduğunu dəfələrlə vurğulayır. Namazın da bir əs-salat kəlməsini də araşdırın da, zəhmət olmaz. Özünüz araşdırın da, yəni. Bu işlər alimlə filanla olmayacaq. Elə Quranın tərcümə üzərindən ayəsi var da, deyir ki, bizim böyüklərimiz bizə dedilər, nə bilim, bizə alimlərimiz elə dedilər. Yəni, əgər sizin düşüncənizə görə hansısa alim, hansısa, nə bilim, molla, hansısa ilahiyyatçı sizin yerinizə cavab verəcək və ya sizin yerinizə xoşbəxt, sağlam və ya nəsə olmaq üçün nələrsə eləyəcəksin. Tamam elə yaşayın, yəni. Mənim üçün avtoritet yoxdur. Heç bir ilahiyyatçı yoxdur elə bir avtoritet. Nə bizim ölkədə, nə də ki, xaricdə. Heç vaxt olmayıb. Baxmışam, izləmişəm, özümə lazım olanları götürmüşəm, vəssalam. Mənim müəllimlərim olub, onlar başqadır. Amma mən müəllimlərimlə belə hansısa şeylərin müzakirəsini açıq şəkildə aparmışam. O 100% dedi, belədir deyə bir şey yoxdur. Mən onu özüm götürüb şahid olmalıyam, görməliyim. Kvant sıçrayışla bağlı dedim. Salam, sizcə ruhun sonu varmı prosesi, yoxsa sonsuz davam edəcək? Belə deyim, gördüyüm, bildiyim və təcrübə etdiyim qədərilə yoxdur. Yəni, sonu ola da bilməz. Yəni, yaradılış
davam eləyir, daima təkamül eləyir, inkişaf eləyir. Gülnar. Reinkarnasiyanı qəbul edə bilməməyin səbəbi Quranda Allahın qəbirlərimizdən çıxaracağınız, yəni yenə də Quranla bağlıdır. Quran, kitab fərqi, qəbir nədir, ruh nədir, bədən nədir, Adəm nədir? Bunların hamısını gərək biləsiz ki, bu sualları verməyəsiniz. Yəni, tərcümələr üzərindən mən sizə suallar verəcəm. Sizə yox, çox adama suallar vermişəm. Cavabsız qalır. Ona görə deyirəm ki, kitabla Quran fərqini bilmək lazımdır. Onu bilmədən bu şeylər hamısı şey qalır. Mən də sizə belə deyim, laf tərcümə üzərindən deyə bilərəm ki, sizin bu misal çəkdiyiniz ayələr, sizin bu misal çəkdiyiniz ayələr buna aiddir. Bir hissəyə aiddir. Vəssalam. Və orada da deyir ki, səndən ruh haqqında soruşurlar, tərcümədə də. Mənə bu haqda az məlumat verilib dinə. Əlbəttə az məlumat verilib. Çünki burada o tərəflərini görmək də olmur heç. Yəni, təzdən dirilmək, qəbirdən, yəni bir insana bir şeyi başa salmaqdan ötürü, yəni o ayə bir də bir tərəfdən baxın da, bir insana reinkarnasiyanı başa salmaqdan ötürü necə desinlər, yəni ki, sən təkrar doğulacaqsan. Əlbəttə ki, deyəcək, qəbirdən çıxardacam da sən. Yəni, sümüyün üstünə ət bürüyəcəm. Yəni, onlar hamısı məcazlardır, nümunələrdir. Yəni, hərfi mənada qəbul eləmək olmaz. Digər sual belə çıxır ki, indi özünü tapmayan zəif sayılan şəxslər keçmiş həyatlarında da zəif nəticələr göstəriblər. Bundan çıxır ki, onlar həmişə zəif, uğursuz olub. Yox, elə bir şey yoxdur, yəni, indi zəif. Yəni, zəif nə mənada zəif? Siz gərək bir sual verəndə, bir şeyi eləyəndə, yəni, konkret məsəl üzərindən, konkret insan üzərindən baxıb nəsə demək olar da bu şeylərə. Amma zəif olan deyəndə ki, ola bilsin ki, özünün xarakteri zəifdir, qorxaq olub, hansısa yerdə istifadə eləməyib və yaxud da hansısa bir dünyaya gələndən sonra travmalar alıb. Yəni, bilirsiniz, bu, hər şeyi belə ümumiləşdirib baxmaq olmur axı məsələyə. Yəni, nə çox, belə deyim, zəiflər sonradan yüksəliblər, nə çox yüksəkdə olanlar düşüblər aşağı. Yəni, bu həyat enişli yoxuşludur. Bunun belə hamı standart bir həyat yaşayacaq deyə bir şey yoxdur. Sonra burada nə var? Astrologiya uzun müddət maraqlanmışam və xəritələrə də baxmışam. Tam öyrənməsəm də mənim müşahidə elədiyim bir şey vardı. Bəzi bürclərdə olan insanlar hər sahədə çox uğurlar əldə ediblər və ya bəzi xüsusi sahələrdə. Yəni, məsələn, Qos bürcü hər sahədə uğurlu şəxslər olub. Bu, həmin məşhurların bürc xəritəsində də var idi. Lakin əks olan bürclər var. Onlarda da şəxslərdə tam əksi bu nədən qaynaqlana bilər. Siz, belə deyim də, götürmüsünüz uğurlu insanları və o bürcləri və uğursuz insanları, yenə də o bürcləri. Siz həmin bürcdən olan, yəni bir statistika olması üçün, bir şeyin statistikası olması üçün, yəni, belə deyim də, həmin tarixdə doğulan adamların ən azı 1000 nəfəri siz əlinizdə təcrübə eləməlisiniz ki, baxasınız ki, bunlar həqiqətənmi elədir. Elə bir şey yoxdur, yəni uğurlu, uğursuz. Hər bir bürcün həyatda hər şeyin ən azı 2 üzü var. Yəni, bürc kimisə bədbəxt, kimisə xoşbəxt eləmir. Elə bir şey yoxdur. Yəni, onun içində hər şey var. Orada ruha bağlı məsələlər var, nəslə bağlı məsələlər var, məkana bağlı məsələlər var. O, bayaq dediyim kimi də saatlar məsələsidir. Onlar sadəcə nümunə olaraq göstərilə bilər ki, məsəl üçün, bu bürc ambisiyalıdır və bu bürcdə doğulanlar daha çox ambisiyalı olurlar. Bu bürclər daha həssasdır, bunlar belə olurlar. Onlar, hə. Amma uğurlu, uğursuz
bürc diye bir şey doğru değil yani. Həyatda qarşıma mənfəətpərəst, doğrunu danan, düz olmayan mövqeyini yersiz müdafiə edən insanlar çıxır. Bu nə ilə bağlıdır? Bu dəqiqə onsuz da bu cür insanlar çoxluq təşkil edir və onların da sizin də qarşınıza çıxmağı normaldır. Yəni dərsinizi çıxardın da. Siz artıq təyin edirsiniz ki, bunlar belədir. Mən indi sizin həyatınızı yaşamıram axı. Mən nə bilim siz orada necə davranırsınız, onlarla necə davranırsınız. Ya, və buna cavab verməkdən ötürü mənim əlimdə bir faktlar olmalıdır ki, kim neynədi, nətər oldu, sən özün necəsən? Mənim əlimdə heç bir məlumat yoxdur. Sadəcə bir yazıdır, Rəfi Alibər, mən də oxuyuram və bu nə ilə bağlıdır sualı verilir. Mənim əlimdə heç bir məlumat yoxdur. Yəni, analiz eləmək üçün əlimdə məlumatlar olmalıdır ki, mən bu sualınıza cavab verə bilim. Belə. Mən statistikanı buna əsasən deyirəm ki, məsələn, bəstəkarlar və filosofların xəritələrinə baxa bilərsiniz. Çoxsunda balıq və oxatan üstünlüyü təşkil edir. Yenə deyirəm də, yəni bütün bürclərdən 12 bürcün 12-sindən də bəstəkarı da var, sənətkarı da var, qatili də var, manyakı da var, şairi də var, hər şey də var. 12 bürcün 12-sindən də. Filosofu da var. Hamısından var. Yoxdur elə bürc ki, deyəs ki, burada bu olmayıb. Şahlar da var, hələ peyğəmbərləri demirəm. Eyni məsələ oğlaq və xərçəngdə çox azdır. Belə, başqa sualımız yoxdur da yəqin ki. Gedək. Deməli, belə. Yəni, biz uşaqlar, baxın, informasiyanı hər yerdən, hər tərəfdən çox almaq olar. Əsas məsələ, bayaq dediyim kimi, şahid olmalıdır. Az olsun, saz olsun. İşləsin. Bax, mənim, məsəl üçün, tələbələrim də var, can sağlığı paketini alanlar da var. Özümüz daxil elə olar da çox texnikalar bilirik, nə bilim, üsullar bilirik. Tənbəllikdənmi deyim və yaxud da ki, adını tənbəllik qoya bilərdim, başqa bir şey deyənmərəm. Çox az istifadə edirik texnikalardan, amma o az istifadə elədiklərimizi daimi edirik. Və şahid oluruq ki, bu necə işləyir. Halbuki daha möhtəşəm, daha güclü əlimizdə digər texnikalar da var. Sadəcə o ki, ilk dəfə belə deyim də, tanış olduğumuz və tətbiq eləyib həzz aldığımız texnikalar ki olub, əsasən də müdafiə texnikaları. Yəni, aşağı-yuxarı hamımız yapışmışıq onlardan istifadə edirik də, digərlərini demək olar ki, az istifadə edirik. Yəni, ona görə deyirəm ki, siz bolluca informasiya ala bilərsiniz oradan, buradan. O şeyləri götürün ki, o şeylərin işləməyinə və sizə yaxşı təsir eləməyinə bilavasitə şahidsiniz. Yəni, ona görə də biz şahid olub, götürmüşük, işləyib, gözəl, keçdik o birisinə, bu birisinə. Yəni, o qədər belə ətrafdan fərqli-fərqli informasiyalar gəlib, fərqli-fərqli mənbələrə baxmışıq, fərqli-fərqli məktəblərə baxmışıq. Amma sonda gəlib elə bir mənbələrə və məktəblərə çıxmışıq ki, artıq digərlərinə ehtiyac qalmayıb. Və oraları da hələ tam mənimsəmiş deyilik. Yəni, bayaq dedim ki, dua edirik ki, ömrümüz çatsın, həm mənimsəyək, bayaq dedim bir də o digər məqam. O digər məqam
həmin o bilgiləri hopdurmaqdır ki, bir digər mərhələyə keçə bilim, qalxa bilim. O tezliyi indiki olduğumdan, yəni indiki olduğum səviyyə, hədəf qoyduğum səviyyənin yanında yerin dibindən də aşağıdır. Yəni o dərəcədə, hələ bəlkə də daha çox. Yəni bunun hamısını yetişdirən, hamısını əmələ gətirən əlbəttə ki, dünya görüşüdür. Vəssalam, başqa bir şey deyil yəni. Yəni heç bir belə səhərdən axşama kimi filan şeyi 100 dəfə oxu, filan şeyləri təkrarla, filan şeyi elə ilə olmur bu işlər. Ya məsəl üçün meditasiya ilə bağlı fikir demişdim ki, yaradıcı insan üçün meditasiya vaxt itkisidir. Ya mən daima bu meditasiyanın içindəyim də. Bu dəqiqə sizinlə oturmuşam, danışıram, mən meditasiyadayım da. Bax, bu dəqiqə mən namaz qılaram da. Namaz necə olur ki? Yaradana, bəşəriyyətə xidmət necə olur ki? Kainatda 4 ali peşə var ki, onlar çox önəm daşıyır. 1 müəllim, 2 həkim, 3 mühəndis, 4 memar. Bu 4 peşə sahibləri olmazsa olmazdır. Digər peşələr, sahələr olmasa bəşəriyyətə bir o qədər də bir şey olmaz. Amma bu 4 sahə önəmlidir. Və bu 4 sahənin hesabına da bəşəriyyət yaşayır. Yəni ona görə də bu 4 peşəni əsas götürərək siz həm özünüzün müəllimi olmalısınız, həm özünüzün həkim olmalısınız, həm özünüzün memarı və mühəndisi olmalısınız. Daima bu 4 sizin üzərinizdə işləməlidir. Ki siz azad, xoşbəxt və sağlam olasınız. Yəni, kimsə istəyirsə ki, həyatını kimlərinsə əlinə, kimlərinsə qərarına təslim eləsin, ona işimiz yoxdur bizim. Biz yalnız və yalnız öz üzərində işləmək istəyən və yüksəlmək istəyən insanlarla işləyirik. Bütün günü ağlayan, zırlayan, nə bilim, şikayət eləyən, o elə, bu belə, intihar halındayım. Ölmək istəyən ged öl də mənə nə yazsın? Gəl sənə bir dənə ip də verim. İstəyən sənə intihar eləmək üçün yollar da göstərim. Daha rahat olsun. Ailəm, şərait belə, pul belə, o elə. Ya mən sənə öz problemimdən danışıram. Sən bilirsən ümumiyyətlə mənim nə qədər problemim var. Yəni mənim nə qədər çətinliklərim var. Mən burada problem həll eləyənəm. Vermişik də bilgilər vermişik, məlumatlar veririk. Baxın, görün nəyi hara götürüb, necə eləyir. Bundan necə istifadə eləyə bilərsiniz. Mən məsəl üçün internetdə belə deyim, elə yerlilərdən kimin fikri xoşuma gəlir, kimin belə deyim, faydalı hesab edirəmsə, onları dinləyirəm. Onlardan da nəsə götürürüm. Mənim günüm, bütün günüm öyrənmək və öyrətməkdə keçir. Bax, kiçik uşaqlara baxın, bütün günü onlar bax, bu şeyin içindədirlər. Biraz böyüyəndən sonra bizi sallar, o belə məngənəyə. Və sonra biz oradan çıxa bilmirik. Uşağa dəymə o bütün günü oynayır. Onun üçün həyat oyundan ibarətdir. Hər şey onun üçün oyundur. Mən ora çəkirəm hamınızı. Oyuna qayıdın, həmin o uşaqlıq vaxtını. Bütün həyatın problemləri sizin qarşınızda olan oyundur, kubiklərdir. Bəziləri var, indi gücü çatmır da, qarşınıza çıxıb gücünü çatmır. Amma bilin ki, o qarşınıza çıxıbsa, o sizə aiddir və gücünüz çatacaq bir şeydir. Sizin gücünüz çatmayacaq heç bir hadisə başınıza gəlmir, gələ bilməz. Yoxdur elə bir qanun. Mən bunu qaldıra bilmərəm. Mən filan şey olsa, mən bunu qaldıra bilmərəm. Yoxdur elə bir şey. Qaldırarsan da o tərəfə də keçərsən. Yəni, özünüzdə bu şeyləri görə bilin.
Eee, Tarixi də deyərsən də, ha bir zəhmət olmasa, tarix yadımdan çıxıb. Yəni, eee, öz üzərində işləmək istəməyənə, yəni sözümün canı odur ki, xeyri yoxdur. Kənardan neynirsən elə, o quyuya su tökməklə dolmaz söhbəti də, yəni mümkün deyil. Yəni gərək quyunun içindən də nəsə çıxsın. Və bu bayaq dediyim yüksəkliklər. Və cəbhə xəttində də bu gün əsasən şanlı ordumuzun günüdür də bu gün. Deyirlər, filan yüksəkliyi şanlı ordumuz ələ keçirdi. Siz nə vaxtsa eşitmisiniz ki, filan dərəni ələ keçirtdik? Yüksəkliyi deyirlər. Çünki orada nə qədər sən yüksəkdən baxırsansa, sənin üçün mənzərə tam aydın olur. Sən gələn bütün təhlükələrə və s. hazır olursun. Sənin də 50-in içindədir elə bil hər şey. Həyat da belədir. Yuxarıdan baxmaq lazımdır məsələyə. Və yaxud da ki, dərinliyinə baxmaq lazımdır. Belə üzdən yox. Siz nə qədər yüksəlsəz, bir o qədər də hər şey əlinizin içində olacaq. Və bu bilgi ilə olur. Oxumaqla olur, araşdırmaqla olur, bilmək istəməklə olur. Başqa cür əmələ gəlmir bunlar. Ya məsəl üçün kəşfiyyatçılar olsun. Eyni şey, gedirlər, neyirlər? İnformasiya gətirirlər. Siz həyatınızın həm kəşfiyyatçısı, həm generalı, həm əskəri olmalısınız. Yəni, xilas özünüzdədir, uşaqlar. Xilas özümüzdədir. Və biz istədiyimiz həyatı özümüz qura bilərik. Sadəcə demək istəyirəm, ora gedmək lazımdır. Baxın da, doğru yola doğru 2012, bu il 2026, 14 il. Və bir 14 ilində bir qabağı da var da, hələ bu doğru yola doğru səhifəsi açılmamışdan, bu açılana qədər də gedilən bir yol var axı. Oraları demirəm də neçə ildir. Yəni, bu birdən-birə çıxmadıq ki, ortalığa. Yavaş-yavaş da, yəni birdən, biz sadəcə gedirdik buna. Bax, o sevginizin, xəyalınızın, uğurunuzun da ancaq elə getməlidir. Sizin payınız oradadır. Və bu birisi sizə çətin gələn, nə bilim, ağır gələn vəziyyət sizin üçün bir tətikləyici olmalıdır. Sizi ruhdan salan yox, tam əksinə sizin ruhunuzu yüksəldən bir şey olmalıdır. Ki, siz burayla razı deyilsiniz. Bu nə şəraitdir, bu nə vəziyyətdir. Mən deyirləri çox, mən layiq deyiləm belə həyata. Layiq deyilsən, göstər ki, layiq deyilsən də. Yəni, Hacı Leylə gəlib səni oradan götürüb qaldırmayacaq ki, sən özün qalxmalısın. Yəni, deyirəm, başqaları ilə özünüzü müqayisə eləməyin. Onlarınki elə gətirib. Onlara o bilet düşüb. Sizə bu bilet düşməyib. Siz özünüz qazanmalısınız və bu ilə də fəxr eləmək lazım. Yəni, bir də məsələn, kəşfiyyatçılar haqqında belə bir qanun var da kəşfiyyatçılarda. Yəni, kəşfiyyatçılar əgər deyir, döyüş zamanı bir-biri ilə üz-üzə gəlirsə, onlar döyüşə girmirlər. Çünki bilirlər ki, onlar da informasiya almağa gedirlər, bunlar da informasiya almağa gedirlər. Və tapşırıq kəşfiyyatçılara belə olur ki, görünməyin, görsəz belə özünüzü görməməzliyə vurun. Yəni, siz gedirsiniz tapşırıq, sizin tapşırığınız odur ki, gedəsiz düşmən mövqelərindən informasiyanı alıb geri qaydasınız. Və çox vaxt o düşmən olsalar belə kəşfiyyatçılar bir-birlərini görməzlikdən gəlirlər. Və yan-yana da olsalar keçirlər, gedirlər o bilgini alırlar, gəlirlər. Bilirsiniz məsələ nədir? Yəni, döyüşə girsələr, itki olacaq və tapşırıq əmr yerinə yetirilməyəcək. Yəni, tərəzinin gözündə bir yanda kəşfiyyat var,
kəşfiyyatın gətirəcəyi bilgilər var. Ki, sabahları ya bir gün ya bir həftə sonra döyüş, ordu hücuma getməlidir və və yaxud da ki, müdafiə olunmalıdır, fərqi yoxdur. Bunun əlində maksimum informasiya olmalıdır ki, bu bilsin hardan necə hərəkət eləsin. Bir də var ki, bu kəşfiyyatçı getməlidir informasiya gətirməyə, onun əvəzinə, nə bilim, 5-6 nəfərlə girdi döyüşə, kimsə yaralandı, kimsə qaldı, tapşırıq da batdı. Və ordu informasiyasız qaldı. Ən vacib silahsız qaldı. Yəni, göz yumlu döyüşə gedəcək, bilmədiyi bir yerə gedəcək. Sayını bilmədiyi bir qoşunla üz-üzə gəlməlidir. Yəni, bilirsiniz, hər şeyi tərəziyə qoymaq lazımdır. Ona görə deyirəm ki, informasiya ən vacib şeydir. Ən vacib silah informasiyadır. Siz ona malik olduqca sizə heç kim batmayacaq. Sizi heç kim heç yerdə aldada bilməyəcək. Can sağlığı paketimizi əldə edərək sağlamlığınızı dava-dərmansız və ən qısa zamanda bərpa edə bilərsiniz. Ətraflı məlumatı videonun açıqlamasından oxuyun. Yorulmamısınız ki, hələ. Yorulmuşsunuzsa bitirə bilərik. Və məsəl üçün, sənədli filmlərdən deyə bilərəm. Mən keçən dəfə dedim təlimdə yoxsa yox. Rus dilində də düzdür. Zov Bezni var. Bir də su haqqında sənədli film var. Meyv ki, bizim dilimizdə belə sənədli filmlər yoxdur. İndi sağlıq olsun, biz onları da tərcümə edib təqdim eləmək istəyirik öz dilimizdə. İndi bilmirəm, müəlliflik hüquqları icazə verəcəklər yoxsa yox. Amma baxa bilərsiniz, kim rusca bilirsə və yaxud da ki, tərcümə proqramı ilə baxa bilərsiniz. Biri rus dilində Zov Beznidir. Yəni, sənədli film. Hadi, linkləri oradan izləyə bilərsiniz. Yəni, baxın, görün, necədir. Sonra, məsəl üçün, bayağı astrologiya bağlı danışdım. Saytımızda Şəkərin Sirri tapıldı kitabı, ödənişsiz. O kitabı təkcə şəkər xəstəsi oxumalı deyil. Onu hamı oxumalıdır ki, necə ki, mən də oxumuşum. Ki, baxmışam ki, görüm, burada ümumiyyətlə nədir, nədən danışılır. Baxın, orada bax, astrologiya boş şey deyənlər, astrofago, filan, görün orada necə detallar göstərilir. Və indiyə kimi o kitabı dəyər verənlər heç də şəkər xəstələri olublar. Şəkər xəstələri isə çoxsu deyib ki, bu nə kitabdır, fəlsəfədir, filandır. Gedib onun axırına çatmayıb ki, oradan şəkərin sağalma texnikasını görə bilsin. Bizim işimiz informasiyanı çatdırmalıdır. Biz heç kimin arxasınca düşüb soruşmuruq ki, özür istəyirəm, oxuduğun, sağaldığın necədir? Və o boyda biz neçə min insana o kitabın linkini göndərdik, lap təzə-təzə çıxanda onun haqqında video. Bir nəfər geri dönüş eləmədi o ilə bağlı. Əsas da xəstələrlə bağlı ki, yəni bir təşəkkür ya nəsə. Biz gözləmirik təşəkkürü. Sadəcə deyirəm ki, yəni o xəstəliyə tutulub və biz bir sürü şahid olduq. Başı olmayan, öz üzərində işləmək istəməyən elə şəkər qalsa yaxşıdır. Və ədalətlisi budur. Təbiətdə hələ-belə heç kim durduğu yerdə şəkər, xərçəng, nə bilim, başqa bir xroniki xəstəlik tutmur. Hamısının kökü gəlir, informasiya çıxır, səbəbə çıxır. Və kim axtarıb, həqiqətən tapmaq istəyirsə, o vəziyyətdən çıxmaq istəyirsə, onu tapır. Yox, kimsə razılaşırsa ki, yox, əşi, bunun xeyri yoxdur, faydası yoxdur, hər şey boşdur, mümkünsüzdür. Vəssalam. Özü üçün bir zindan, qapalı zindan qurdu, bitdi, getdi. Yəni, belə bir qanun var da ki, deyir, bir şeyin həqiqi dilini biləndə
o sənə tabe olur. Sən onu idarə edə bilirsən. Sən ona hakim olursan. Bir də söz var, uşağın dilini anası bilər. Bax, siz də bu ana təbiət deyirik də. Bax, ana təbiət biz uşaqların dilini bilir. Bizim borcumuzdur ki, onun dilini öyrənək. Onun dilində danışaq. Ona başa sala bilək. Və onunla vəhdət təşkil edək. Onda hər şey yerinə oturacaq. Təbiət o şeylərdə sizin arxanızda duracaq. Mən hələ yaradılışdan danışıram. Çünki bilirsiniz, bu Allah yaradan haqqında bu kimi şeylər deyəndə əks sual gəlir ki, bəs filan yerdə niyə müdaxilə eləmədi? Mənim bir sözüm var bu şey haqqında. Ki, yəni, ağ kağız üzərində ağ yazı yazmaq. Hər şeyə müdaxilə, hər şey belə. Sən yaradanı və yaradılışı və ali qüvvələri öz səviyyəmizdə baxırıq. O yerdə qəbul gedir bizdə. Elə bir ki, bir ağsaqqal bir kişidir. İş orasındadır ki, ateistlər də həmin o anlayışı rədd edir də. Yəni, yoxsa belə deyim, həqiqi yaradanı tam dərk eləmək və yaxud da ki, tam inkar eləmək mümkün deyil. Yəni, ən azından bu tezlikdə, bu düşüncədə. Bayaqları yenə dedim də, yer kürəsi fırlanır və səs eləyir. Mən də deyirəm ki, aparatsız, filansız, öz qulağımla eşidim. Mən nə bilim, sən o cihazın içində nəyin hesabına səs verirsən, deyirsən ki, bu yer kürəsinin fırlanma səsidir. Mən özüm eşitmək istəyirəm. Və məsələ budur, yəni. Hansısa bir süni cihazla incə materiallı aləmin varlıqlarını, yəni mələk deyirsiniz, nə deyirsiniz, onlarla kontaktı və s. süni cihazla eləmək mümkün deyil. Ümumiyyətlə, bir çox şeylər var ki, qeyri-adi sayılan, onları süni şeylərlə yəni, sübut eləmək mümkün deyil də bu dünyanın qəbul etdiyi şərtlərlə. Yəni, bunlar elmin sübut dediyi şeylərlə. Amma infosomatika ilə bir çox şeyi göstərmək olur. İnsanın əvvəlki halı, ölçüləri, istər qan təzyiqi olsun, istər digər məsələ, ürək döyüntüsü olsun və s. və sonrakı halı, təsirdən sonrakı halı. Yəni, bunların hamısını göstərmək olur. Yəni, bizim can sağlığı paketini əldə edənlər də, məsəl üçün, geri dönüşləri var. Çox qısa müddətdə çox böyük nəticələr alırlar. Amma bəziləri də var ki, hələ ki nəticəni almayıblar. Hələ ki proses gedir. Baxır o səbəbə və biz axı bilmirik kim nəyə necə əməl edir və hansı şəraitdə yaşayır. Düşünün ki, boğazınız ağrıyır və boğaza uyğun təmrinləri yerinə getirirsiniz. Amma bütün günü siz kiminsə sözünü udmağa məcbursunuz. O texnika orada işləməyəcək. Onun xeyri olmayacaq. Çünki siz daima baskı altındasınız. Və o yaşam tərzinizi və yaxud da ki, şəraitinizi dəyişə bilmirsiniz. Yəni, səbəb də odur. Səbəb düz, belə deyim, evin içindədir. O səbəbi dəyişmək lazımdır ki, sonradan tətbiq olunan texnikalar və üsullar sənə kömək olsun. Yəni, kök səbəbi dəyişmədən, qıraqdan kimsə gəlib möcüzə ilə nəsə sizə göstərə bilməz. Simptomu aradan götürə bilər. Ondan sonra mümkün deyil. Sonra məsəl üçün, biz deyirik, filan şeyin dilini bilmirəm. Bax, biz bədənimizin və təbiətin dilini bilmirik. Biz onu çalışırıq insanlara çatdıraq ki, siz bunları öyrənməlisiniz. O gün hətta dostum oturub söhbət eləyəndə mənə deyir ki, bu qədər asan ola bilməz axı. Deyirəm, elə asan olmalıdır da. Təbii olan şey asan olmalıdır. Və ona
dünyaya uşaq gətirməyi misal göstərdim. Düzdür, indi analar, xanımlar uzun müddət bunun bir əziyyətini çəkirlər. Amma prosesin başlanğıcı cinsi əlaqə 2x2-dir. Vəssalam və bir yeni həyat başlayır. Təbii olan hər bir şey o qədər dərəcədə asan olmalıdır. Bir şey əziyyətlə baş verirsə, zülmlə baş verirsə, o deyir, mənim hər işim daşdan çıxır. Elə gedirsə, orada bir tərslik var. Belə olmalı deyil. Asan olmalıdır. Və hədəf qoymusunuzsa qarşınıza, sevdiyiniz və sevmədiyiniz işlərlə paralel məşğul ola bilərsiniz. Tək ki, o sevdiyiniz mühiti əldə edənə qədər. Yəni, siz, necə deyim, bir şey xoşunuza gəlmirsə, o xoşunuza gəlməyən şeyi dəyişmək üçün siz hərəkət eləməlisiniz. Göydən sizə kimsə onu dəyişəcək bir şans göndərməyəcək. O şans gələ də bilər, ha. Amma ona qədər getməlisiniz də siz. Və risk eləməyi sevməlisiniz. Yəni, doğru yola doğrunun özü belə böyük riskidir. Yəni, bu boyda, yəni, bir var sən Amerikada yaşayırsan, Avropada yaşayırsan, sən bu cür bilgilərlə çıxış eləsən, o qədər də problemli bir şey deyil. Amma razılaşın ki, bizim ölkədə əsasən də bu kütlə qarşısında bu cür bilgilərlə ortaya çıxmaq çətin məsələdir. Və daim bizim bilgilər demək olar ki, hamısı tərsdir. Həm adət-ənənəyə, həm dini baxışlara, hər şeyə, hamı üstümüzə gəlir. Çoxluq üstümüzə gəlir də. Biz bunun fərqindəyik. Amma yəni biz bunu eləməliyik də, bunu deməliydik. Çünki biz bunun faydasını görmüşük. Bu dünya görüşünün, bu bilginin və s. və l-axır. Bayaq dediyim kimi də informasiyanı çatdırmamaq, belə deyim, gizli saxlamaq qadağandır. Risk eləyin. Qoy səhv olsun, 1, 2, 3. O bir qəşəng atalar sözü var, deyir, ağıllı fikirləşənə kimi dəli çayı keçdi. Bax, o dəli olmaq lazımdır. Çayı keçmək lazımdır. Yəni, Quranda da Məcnun kəlməsi dəli kimi tərcümə olunur da, yəni Məcnun dəli deməkdir. Məcnun həmin o üfüqünü, belə deyim, zorlayan və üfüqünü belə genişləndirən adamlara deyilir. Yəni, Leyli Məcnun da elə belə iki, belə deyim, sevgili mənasında deyil. Quranda leyl kəlməsi gecədir. Gecə deməkdir. Ərəbcə leyl gecə deməkdir. Məcnun da dəli deməkdir. Və gecənin Qurani mənası o bir yerə, o deyirsən, gözüm qaraldı, bir nöqtəyə baxırsan, gözüm yol çəkir deyirsən, ha. Yəni, gecə həmin o gecə mənası odur. Söhbət bu gecədən gedir. Və Leyli Məcnun bir-birinə sevgilidir. Baxırsan ki, yəni, bunlar necə bir-birinə belə oturur. Bunu Nizami də bilirdi, bunu Füzuli də bilirdi, Nəsimi də bilirdi. Onlar hamısı Quranı çox yaxşı bilirdilər. Və sən Quran elmini biləndən sonra və onların əsərlərini oxuyandan sonra deyirsən ki, hə, Leyli və Məcnun sadəcə iki şəxsin sevgi şeyi deyil, əsəri deyil. Həmin o eşq bərabərdir işıq, yəni yaradana doğru gedən bir yoldur. Və Leyli ilə Məcnun bir-birinə qovuşa bilməz. Qovuşanda proses bitər. Daima bax belə Məcnun Leylinin arxasınca getməlidir. Gülnar xanım yazır, mənə Erkin bəy, karma haqqında nə deyə bilərsiniz? Nədir karma anlayışı? Karma dedim də bayaqlar, yəni karma bizim həm ruhumuzun təzahür tapşırıqları, həm belə deyim, nəslimizdən gələn, nəslimizə aid olan
proqramlar və yaxud da ki, tapşırıqlar. Çünki bilirsiniz necədir? Bizim ruhumuzun o təzahürü yuxarıdan aşağı belə obrazlı şəkildə götürsək, baxın bu bizim ruhumuzdur deyək. Bu bizim şəxsiyyətimizdir, belə burada fırlanır. Bir də bunun altında bizim nəslimizin ruhunun belə strukturu var da, belə deyək. Yəni, bir yuxarıda çarx var. Düşünün, bir yuxarıda çarx var, bir aşağıda çarx var. Biri yuxarıda, biri aşağıda da belə çarxlardır. Və bir də ortada fırlanan çarx. Onların elə bir ki, ikisinin vəhdətində biz varıq. Və o dişlər bir-birinə keçdikcə biz onların içində fırlanırıq. Həm ruhumuzun təzahür tapşırıqları, həm nəslimizdən gələn, nəsildən gələn karmik yüklər deyirlər də. Yəni, onlar nə olur olsun, hamısı bizim yetişməyimiz üçündür. Bizim təlimdir. Bizim ruhumuzun təcrübələridir. Və üstəlik, belə deyim də, o savab və cəza dediyimiz məsələlər. Ki, biz nələrsə eləmişik, onu gəlirik, həm də ödənişini eləməyə və yaxud da ki, tərsinə, onun meyvələrini toplamağa. Yəni, reinkarnasiya haqqında keçən webinarda dedim, ən belə obrazlı şəkildə, rahat başa düşə biləcəyiniz film Bulud Atlasıdır. Yəni, eyni aktyorlardır, fərqli-fərqli dövrlərdə yaşayırlar. Çox möhtəşəmdir, yəni. Baxın, yəni, rahat şəkildə anlamağınız ki, nə, hardan, necə, haraya doğru inkişaf edir. Yəni, bizim saytımız açılsın, bütün bu kimi şeylərin hamısını belə orada sxemlərlə, nə bilim, həyatdan nümunələrlə və s. belə axır çatdıracaq. Dediyim kimi, əlimizdə materiallar çoxdur və layihəmiz əslində çox böyükdür. Sadəcə zaman. Zaman, yenə də zaman biz çalışırıq ki, bunların hamısını çatdıra bilək. Yəni, informasiya haqqında bir də onu deyim ki, yəni, İncilin ayəsi var da, yəqin ki, bilirsiniz, yəni, söz haqqında. Yəni, İncildə əvvəlcə söz var idi, deyilir. Söz Allahda idi, Tanrıda idi. Tanrı ona görə deyirəm ki, bu bəzi yerlərdə İncilin ayəsini Allah sözü ilə deyəndə deyirlər ki, yox, o Allah odur, başqa Allahdır. Hələ keçən də biri yazmış, deyir ki, Tanrı başqadır, Allah başqadır. Deyim, Tanrı da, Allah da, Boq da, Qad da, Sazdateldə də, Kreatorda, o birisi də, bu birisi də, hamısı birdir. Deyirəm, lal, kor, kar. Dua eləyəndə necə dua eləyir? Nə deyir o? Yəni, Rus dua eləyəndə, Boq deyəndə duası Allaha getmir, başqa yerə gedir. Mütləq Allah deməlidir. Yəni, hər şeyi belə milliyyətə, nə hansısa bir dini düşüncəyə və təfəkkürə bağlamaq lazım deyil. Sən heç nə deməsən belə, sənin duan işləyir, yəni. Heç nə deməsən belə. Sözsüz. Yəni, yenə də deyirəm, hara gedirsiniz, gedin. Nə işlə məşğul olursa olun. Sizin əlinizdə doğru, işlək və önəmli informasiya olandan sonra sizə heç kim və heç nə bata bilməz. Ən önəmli şey informasiyadır.
Sonra məsəl üçün bizdə e, o demədim bayaqları ki, oxumaq istəmirəm. Çoxluq belədir də bu dəqiqə. Hətta o gün dostum da deyir ki, sən Allah oxumaq demədə video zad var, mən oturum videoya baxım, maşında qoyum belə-belə. Deyirəm ki, var videolar, amma oxumalı şeylər var. Yəni o oxunmalıdır. O ancaq oxunmalıdır. O video ilə olmayacaq. Ancaq oxumalısan. Biz ona görə var, kitablar, məqalələr və s. nə qədər də videolar çıxartsaq, biz oxumağa yönəldirik. Yəni, göz yaddaşı və gözlə oxumaq başqa şeydir. Yəni, heç olmasa bu gözün görməyinizin bir qarşılığını verin də. İnsanlar var, bizə yazırlar, gözləri görmür. Deyirlər ki, onun səsli versiyası var, filan kitabın. Mən heç olmasa elə dinləyim. Bu gözün heç olmasa qarşılığını verin də. Bu görməyinizi bir şərəfləndirin. Ki, nə yaxşı, mən görə bilirəm də, oxuyum. Adamlar var, görə bilmirlər. Ki, deyir, kaş görərdim, mən oxuyardım bu kitabı. Biz də deyirik, hələ ki, səsli versiya yoxdur, amma onu da eləyəcək. Yəni, məsələ, biz o şeylər ki, bizim əlimizdədir, yəni, əlimizdə olan şeylərin qədrini tam bilmirik. O vaxta qədər ki, əlimizdən alsınlar, itirək onu. Yəni, pandemiya dövrünü aşağı-yuxarı hamımız yaşamışıq da. Yəni, ondan sonra nə qədər insan təzə-təzə pandemiyadan çıxanda o çölə çıxmağın, rahat gəzməyin belə sevincini yaşayırdı. Sonra nə oldu? Yəni, köhnə alın, köhnə tasın. Yəni, bu belə də olmalıdır. Yəni, hər şeyin qədrini bilmək lazımdır. Bilginin də, ən əsası da bilginin. Bizdə məsəl üçün var da, indi 50 min izləyici var Instagramda, amma neçə nəfər oxuyur, neçə nəfər, baxın, webinara qatılıb, neçə nəfərik burada? Baxın, görün, 10 nəfər. 10 nəfər qalıb yəqin ki. Yəni, elə bilirsiniz ki, hamı hər şeyə dəyər verir, önəm verir. Amma məsəl üçün, desək ki, pul paylanılır, adama nə qədəsə, hamı tökülüşəcək. Hətta qohumlarını da çağıracaq. Amma bilmiş ki, informasiya və faydalı informasiya hər şeydən dəyərlidir, üstündür. Və onu əldə eləyəndən sonra o özü rahat şəkildə milyonları əldə eləyə bilər. Bir var ki, deyirlər ki, havayı su paylanılır. Və yaxud da ki, havayı bir dəfəlik stəkan paylanılır. Bir də var ki, deyirlər ki, o suyu içmək üçün, nə bilim, o stəkanı düzəltmək üçün texnologiya öyrədiləcək. O texnologiya öyrədiləcəyə heç kim gələn deyil. Hamı qaçacaq havayı, stəkan və suya. Çünki insan dərk eləmək ki, bu dünyaya öyrənmək üçün gəlib. Hansı şəraitdə yaşayırsa yaşasın, fərqi yoxdur. Ancaq öyrənmək üçün gəlib. Bir də məsəl üçün sizə deyim ki, bir filmdə deyim, onu da özünüzü araşdırma, özünüzü dərk etmə və özünüzü olduğu kimi qəbul eləyib, olduğu kimi də inkişaf elətdirmək yönündə çox möhtəşəm filmlərdən biri. Deməli, Jim Carrey'nin rus dilindədir filmin adı, Azərbaycanca bilmirəm o adı necə gedir. Rokovoye çislo 23. Yəni şeyin adı, filmin adı belədir. Bir də bu azadlığa çıxmaqla bağlı, yəni bütün matrisalardan, nə bilim, bu bütün adət-ənənələrdən, bizə yeridilən bilgilərdən çıxmaqdan ötürü Jim Carrey'nin Truman Show-su filmini izləməyi məsləhət görürəm. Ha, bir istəyirsən onların adını kopyala belə
çata at, adamlar götürsünlər. Yəni o filmlərə baxın. Çox möhtəşəm filmlərdir. Bəlkə də baxmısınız, bilmirəm. Belə uşaqlar, kiminsə başqa nəsə sualı filanı varsa buyurun verin. Bir də bir elanı istəyirəm sizə xatırladım ki, deməli 31 iyulda saat yəqin 9-da ya 21-21-də baxarıq. Yəqin harca 9-dan sonra olacaq da. Yəni webinar olacaq yenə ödənişsiz. Həyat sən kiminsən adlı. Yenə də hansısa bir suallarınız və ya təklifləriniz və ya iradlarınız olsa qeyd eləyin, yazın. Belə, yəni bu kəpənək effekti ilə də bağlı bir şey deyim ki, bax bu günləri bizim hamımızın bayaq dediyimdə informatoriyamız var. Yəni bizim virtual kitabxanamız. Və siz bugün o kitabxanaya hansı kitabı qoymağınızın və hansı yanlış kitabı çıxardıb oradan atmağınızdan asılı olaraq gələcəyiniz formalaşır. Sabaha saxlamayın. Bax bugün baxdığınız webinara, bilməm indi qeydlərinizi apardınız, aparmadınız, kimə nə qədər faydalı oldu, kimə olmadı, kim nə başa düşdü, nə götürdü. Amma burada sizə çox önəmli bilgilər verildi və hətta enerji ötürüldü. Siz onu götürüb hara xərcləyəcəksiniz, nəyə çevirəcəksiniz, artıq o sizdən asılıdır. Burada mənim tələbələrim də iştirak edirlər və artıq sentyabrdan başlayıb bugünə kimi gəlib çıxıblar. Və mən onları hər dərsdən qabaq salamlayanda deyirdim ki, necəsiz, nətərsiz, salamatçılıqdır. Və gəlib çatıblar. Və onlar artıq səviyyə olaraq elə bir yerdədirlər ki, onlar bir çox şeyləri idarə edə bilirlər. Amma çətinlikləri də artıb. Mən əminəm ki, olan çətinlikləri artıb, artmalı idi çünki. Bir var ki, sən balacaydın, uşaq idin, sənin nazınla oynayırdılar, yerləyirdilər, yeməyi, içməyi, paltarı, hər şey verirdilər. Bir də var ki, sən artıq böyümüsən və artıq səndən iş tələb olunur. Səndən artıq deyirlər ki, haydi, oxumusan, öyrənmirsən, görə indi, göstər özünü. Biz yaradana inanmayan, nə bilim, qəbul edilməyən varsa, biz təbiətin, yaradılışın uşaqlarıyıq. Biz bura böyümək üçün, bilmək üçün gəlmişik. Bütün yaradılış ona xidmət edir. Bitkisindən tutmuş böcəyinə kimi, quşuna kimi. Təkamül eləməyən bir zərrə belə yoxdur. Amma təəssüflər olsun ki, bəşəriyyət həm də tənəzzülə gedir. Yəni, təkamül eləyib yuxarı qalxmaq əvəzinə tənəzzülə gedir. Yəni, ruhi tənəzzül baş verir hal-hazırda. Belə, bu qədər. Salamat qalın, sağlıqlı qalın. Həmişə doğru yola doğruda qalın. Söhbət bizim səhifədən getmir. Ümumi yolumuzdan danışırıq. Sağ olun.